Salam, hər vaxtınız xeyir. Mən Toğrul Əzizov, karyera məsləhətçi. Karyera məsləhətçi kimdir? Karyera məsləhətçi iş axtaranlara iş axtarışında dəstək olan şəxsə deyilir. Siz əgər iş axtarırsınızsa, sizə iş axtarışında dəstək ola bilərəm. Bu dəstəkdən yararlanmaq, faydalanmaq üçünsə bu videonun üzərində qeyd olunan əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Və yaxud da kanala daxil olub orada əlaqə vasitəsinə və yaxud da oradakı linkə müraciət edib birbaşa elanlarla tanış ola bilərsiniz. Yoldaşlar, bugünə olan son 24 saatın belə deyim iş elanlarına tanış eləmək istəyirəm sizə. İlk öncə isə ən rahat iş elanlarından bir ikisini misal vermək istəyirəm. Onlardan biri misal üçün usta köməkçisidir. Məsələn, bu mebel sexində lazımdır usta köməkçisi işi. Binəqədi rayonunda 500 manat verir. Başqa bir yaxşı iş onu bildirə bilərəm ki, çamaşırxanada ütücüyə ehtiyac var. 600 manatdır. Xanımlar üçündür. Köroğlu metrosunun yaxınlığındadır, amma bir əmması var ki, gecə növbəsinə lazımdır. Axşam saat 8-dən səhər 8-ə qədər 25-45 yaşlı şəxslər üçündür. Başqa bir gözəl iş bölgələrdə yaşayan şəxslər üçündür, yoldaşlar. Bu yarımştat bir işdir, bankdadır. Təcrübəti işidir. Baxmayaraq təcrübəti işidir, amma 200 manat da pul verirlər. Amma sizdən tələbləri budur ki, ali təhsiliniz olsun, ünsiyyət qurmaq bacarınız olsun, satış bacarınız olsun və s. Yəni ciddi bir şey tələb eləmirlər. Əsas tələbləri ali təhsilin olmalıdır. Tır sürücüsü işi var, yoldaşlar. Sonra dövlət vergi xidmətində təcrübə proqramları var, satın alma üzrə təcrübə proqramı var. Sürücü işi var, sürücü işi 1600-2000 manatlıq olan variantı da var. Şəxsi sürücü işi var, sonra gözətçi işi var, mühafizəçi işi var, qeydiyyatçı işi var, ofis meneceri işi var. Ondan sonra fəhlə işi var, fəhlə işi 700-800 manatlıq olanı da var. Aşpaz işi var, aşpaz köməkçisi işi var. Qablaşdırıcı işi var, ondan sonra Kəlbəcərdə mühasib işi var, yoldaşlar. Bu və bənzəri iş elanlarla tanış olmaq üçün, ümumiyyətlə iş axtarışınızda dəstək əldə etmək üçün videonun üzərində əlaqə vasitəsi qeyd olunubdur. Ümumiyyətlə qeyd edim ki, iş elanları az öncə sadaladığım elanlardan ibarət deyil. Yəni bu kifayət qədər yüzlərlə iş elanı olur gün ərzində. Yeniləri əlavə olunur. Yəni o iş elanlarla tanış olmaq üçün bu videoda qeyd olunan əlaqə vasitəsində elə bir dənə nöqtə yazmanız sizə kifayət edir ki, sizə avtomatik bir cavab gəlsin. Həmin avtomatik cavabda da kanalın linki qeyd olunur. Hansı ki o kanalda siz əgər tutalım fəhlə iş axtarırsa, fəhlə iş elanlarının olduğu bir ayrı kanalı görə bilirsiniz. Əgər mühafizəçi iş axtarırsa, mühafizəçi iş elanlarının aid olduğu kanalı görə bilirsiniz. Sürücü iş axtarırsa, sürücü iş elanlarına aid olduğu kanalı görə bilirsiniz. Reseption iş axtarırsa, reseption iş elanlarına aid olduğu kanalı görə bilirsiniz. Rayonlarda iş axtarırsa, rayonlara aid olan iş elanlarının paylaşıldığı WhatsApp kanalının linkini görə bilirsiniz ki, siz də sizə olan aid olan hansıdırsa ona daxil olursunuz və o iş elanı ilə tanış ola bilirsiniz. Bu qədər sağ olun, salamat qalın. Ümumiyyətlə iş axtarışınızla bağlı digər məsələlərlə də bağlı dəstək istəyirsinizsə, bildirim ki 16 növ dəstəyim var iş axtaranlara iş tapması üçün lazım ola bilər. O dəstəklə də yararlanmaq üçünsə videoda qeyd olunan əlaqə vasitəsinə yazıb ətraflı məlumat əldə etmək mümkündür. Sağ olun, salamat qalın, işsiz qalmayın.